İmam Rıza'nın zəvvarları Əbasəlti ki ziyarət eləmişsiniz də. Əbasəlt niye orada dəfn olur? İmam Rıza'nın yanında dəfn eləyənməzlər. Əbasəlt o şəxsiyyət idi ki, İmam Rıza can verəndə İmam Cavad teyyülərzlə Mədinədən Tusa gəlməmiş, mübarək başı Əbasəltin dizindeydi. Ama hərəmdə dəfn olmuyor. Şeyx Bəhayi İmam Rıza'dan 6 əsr sonra yaşayıb, 7 əsr sonra yaşayıb, hərəmin içində dəfn olur. Əbasəlti hərəmin içində dəfn edə bilməzdilər. Əbasəltin öz vəsiyyətinə əsasən orada dəfn olunur. İndiki ölçüylə təxminən Məşədin girişində bir 5 kilometr aralıda. Məşəddən 5 kilometr bu tərəfə. Yəni oradan keçib girirsən Məşədə. Əbasəlt vəsiyyət elədi. İmamın o vəfalı dostu. Vəsiyyət elədi. Dedi mən öləndə məni Məşəd şəhərindən çıxardarsınız. Məşədin yolunun üstündə bastırarsınız ki, ağamın zəvvarları gələndə məni tapdalayıb keçsinlər, ayaqlarının tozu qəbrimin üstünə tökülsün ki, dəyər tapın. Necə olar adam İmam Rıza'nın zəvvarlarının ayağının tozu ilə dəyər tapdığı halda Allah'ın qapısında dəyər tapa bilməz? Təbii ki, tapır.